Aygünü mən çox istəyirəm, çünki Aygündə mən elə bir insani keyfiyyətlər görmüşəm ki, mən bunu bütün məsuliyyətimlə buradan bəyan edə bilərəm ki, mən heç bir müğənnidə elə keyfiyyət görməmişim. Bir hadisə danışım sizə. Həmən İstanbulda o müsabiqədə Aygün mükafat aldı. Mükafatın pul hissəsi də var idi, para hissəsi də var idi. Və Aygün o çeki səhnədə demək mükafatla bərabər pul çeki də verirdilər demək qalib olanlara. Çeki alıb səhnə arxasına keçəndən sonra Aygün mənə dedi ki, bəs hardadır sənin qızın? Mən qızım axtardım. Mənim qızım da İstanbulda olduğu üçün o demək həmin günü Aygünün ətrafında dolanırdı, ona yardım edirdi səhnəyə çıxmağa belə. Dedim, nə edirsən qızı? Dedi, çağır bırıq uşağı. Artıq keçmişdi zala səhnəyə. Çağırdım uşağı, çeki verdi qızıma ki, bu mənim sənə bir illik məktəbin demək maliyyəsi. Heç kəs onun yadına salmamışdı onu. Məsələ o məbləğdə də deyildi. Məsələ ondaydı ki, o hara yaşırdı, o qədər o müsabiqədə, konsertdən sonraki hadisələrdə Aygün onu yadından çıxartmadı, onu yadında saxladı və bu Aygünün insani keyfiyyətlərindən xəbər verir. Və buna bənzər bir neçə addımlar Aygün, yəni bir çox belə şeylər eləyib başqa insanlara qarşı da mən bunu bilirəm, yəni belə şeylər açıqlamazlar, deməzlər, mən özümə elədiyi üçün deyirəm mən bunu. Bu mənada bəzi tamaşaçılar ola bilsin hələ Aygünü, yəni əsl Aygünü tanımırlar, yəni onun artist həyatı, səhnə, konsert həyatı başqadır, insani həyatı tamam başqadır.